Yağış intensivləşəcək, qar yağacaq. Sabaha olan hava haqqında məlumatı diqqətinizə çatdırırıq. Gündəm xəbər nefrində 23 fevral tarixli və fevralın 24-ünə olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdırırıq. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi, gündüz isə şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz isə 7-9 dərəcə isti olacaq. Nisbi rütubət isə 70-80% təşkil edəcək. Azərbaycanın rayonlarında da hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olacaq və ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə isə qar yağma ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq və mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz isə 8-13 dərəcə isti olacağı gözlənilir. Dağlarda isə gecə 0-5 dərəcə isti, gündüz isə 3 və 8 dərəcə arası isti olacağı proqnozlaşdırılır.